Bu dəfəki ərzaqlardan yemək bişirmə fikrim yoxdur. Artıq bir həftədən çoxdur istifadə etdiyim toz soğan haqqında sizinlə səmimi fikirlərimi bölüşəcəm. Ərzaqları yerə töküb toz soğanın çəkilişinə görə məni qınayanlara bir sualım var. Mənə çox maraqlıdır. Bu işi sizə həvalə etsəydilər, bəs siz yerə nə tökərdiniz? İndi isə keçirəm əsas məsələyə. Toz soğan əl toz soğanıdır, naqili 5 metrdir. Özü çox yüngül, gücü isə möhtəşəmdir. Hər yerə dönə bilən çox rahat başlığı var. Bundan əlavə 2 başlığı da var. Onları da göstərəcəm sizə. Sizə təəccüblü gələ bilər ki, belə bir yüngül toz soğanın nə gücü olacaq? Amma bu belə deyil. Gördüyünüz kimi yerdəki ərzaqları anında tərtəmiz etdi. Bu toz soğanla iş görmək saniyələr içində təmizlikdən zövq almaq deməkdir. O qədər rahatdır ki, hətta 360 dərəcə döndərə də bilərsiniz. İndi sizə vacib bir məsələni də vurğulamaq istəyirəm. Əgər evdə pilləkənləriniz varsa, bu toz soğanla pilləkənlərinizi rahat şəkildə toz soğanlayıb təmizləyə bilərsiniz. Hansı ki, bu işi nə robot toz soğanla, nə də naqilsiz toz soğanlarla etmək mümkün deyil. Nazik başlığı taxtaların arasına da rahat salıb təmizləmək mümkündür. Bir də ki, xalçaları yaxşı təmizləmir deyənlər üçün də bu toz soğandan istifadə edən yaxın tanışlarım xahiş etdim ki, sizin üçün belə bir video çəkib atsınlar. Çünki məndə evdə nə xalça, nə də pilləkən yoxdur. Təmizlənməsi də çox rahatdır. Canlı rahat açdıqdan sonra çox rahat şəkildə təmizləmək olur. Filtrində olan qara süngər çıxanda, çox çirklənəndə onu da çıxarıb yuya bilərsiniz. Digər başlıqlarla da divanınızın, stollarınızın üstündə olan tozunu götürə bilərsiniz. Bu toz soğandan hər evə lazımdır. Çünki hamının ala biləcəyi bir məbləğdədir. Əminəm ki, qiymətini biləndə çox təəccüblənəcəksiniz. Təbii ki, yaxşı mənada. Hələ üstəlik mənim səhifəmin adından gedənlərə də 10% endirim olunacaq. Bu məhsul bütün Texnohom mağazalarında satışdadır. Bu fürsətdən mütləq yararlanın. Hələlik.